Bugün biz demek Siyamo Şərqi Asiya, Cənubi Şərqi Asiya Riyaziyyat Olimpiada suallarından bir-iki nümunəyə baxaq. Bunlar sadə nümunələrdir. Daha çox lisey və gimnaziyalara hazırlaşan şagirdlər üçün daha əlverişli suallardır. Baxın, burada birinci sualımızda deyir ki, bizə burada olan, yəni sual işarəsinin, boş sual işarəsinin yerində olacaq rəqəmi ya da ki, ədədi tapmaqdır. Buradakı uyğunluğumuz necə olacaqdır? Bax, birincidə görürsünüz 3, 5, 6, 9. Bunlardan eyni ortaq bir rəqəm çıxmalıdır. Burada 3'ü 5'e vuranda 15 eləyər. Buraya yazarıq 15. Və 9 ilə 6'nın cəmi də bizə yenə verəcəkdir 15'i. 4'ü 4'e vurarıq. Burada bizə verir 16. Və 12 ilə 4'ün cəmi də yenə 16'nı verəcəkdir. İndi ikinci yerdə boş sual işarəsinin yerində tapmaq üçün 15 ilə 5'in cəmi bizə verir 20'ni. Və 2'ni neçəyə vuranda 20 eləyər. 2'ni də ona vuramda 20 eləyər ki, bir də bizim doğru variantımız A variantı olacaqdır. İkincidə də bu operator sualıdır. 2 ilə 4-dən 8 alıbdır. 4 3-dən 11 və 8 7-dən 23 alıb. Bizə verir ki, 13 ilə 9-dan neçə alınır? Buradakı qanuna uyğunluq necədir? Qanuna uyğunluq belədir ki, vurub 2-yə, üzərinə gəlib 4'ü. Yəni 2'ni 2'yə vuranda 4, üzərinə 4 gələndə 8. Burada 2'yə vuranda demək 8, üstünə 3'ün gələndə 11. Burada da qanuna uyğunluq eynidir. 2'yə vuranda 16, üzərinə 7 gələndə 23. Bizdə də burada 13 ilə 9'u deyirsə, vurub 2'yə, üzərinə 9 gələrik. Bu da 2'ni 13'ə vuranda 26, 26'nın üzərinə də gələndə 9'un bizə verəcəkdir 35. Bu da bizim doğru variantımız A variantı.